Xoş gördük əziz dinləyicilər. İran ətrafında ənənəvi o narahatçılıq, ənənəvi gərginlik davam edir. Necə bu ənənəvi gərginlik? Bu günləri İran tərəfindən çəkilən filmlər dayanmır. Yenə Netanyahunu biri oğurluyur və yaxud da Sepahın çəkdiyi multfilmlərdə Gerald Ford vurulur və s. və ilaxır. Amma məhz dünənləri Cenevrədə yeni bir görüş keçirildi İran və Amerika ətrafında və İran tamamilə qəbul etdi ki, biz uranın zənginləşdirilməsini dayandırıb, hətta onu üçüncü ölkəyə verə bilərik. Baxın, bütün bunlar hansı fonda baş verir? Bütün bunlar əlbəttə ki, Xamneyi ağanın özünün daxildə biz belə dağıdarıq, biz belə sökərik, biz razı olmuruq, onlar qorxurlar. Bütün bunun fonunda bəlli olur ki, görüşlərdə aydın olur ki, artıq tamamilə İran nüvənin zənginləşdirilməsindən imtina eləyir. Onu hətta üçüncü ölkəyə də verməyə razılaşır. Amma məsələ bundan bitirmir. Əlbəttə, məsələ bundan bitmir. Burada artıq ballistik raketlər məsələsi də ki var ki, bu da birbaşa İsrailin məsələsidir. İsrail bu işdə haqlıdır mı? Əlbəttə haqlıdır. Bir anlıq düşünün ki, Azərbaycanı bir dövlət təhdid edir ki, səni yer üzündən siləcəm. Əlbəttə ki, bizim də əlimizdə imkan olsa, biz o dövləti yer üzündən silməyə hazırlaşaraq. Ona görə də ballistik raketlər məsələdə İsrail razılaşmır. Amma bütün bununla bərabər həm də İranda New York Times mətbuatının da verdiyi məlumata görə artıq İran eynən Rusiyanın getdiyi yolla milyonlarla dollar və yaxud da ki, İranın daxilində kifayət qədər Amerikaya pullu sahələri, mineralları güzəştə getməyə, onunla ticarət etməyə hazır olduğunu bildirir. Bu mesajlar da var. Amma ən vacib, mən düşünürəm ki, ən vacib məsələ bundan ibarət ki, bu günlərdə isə Amerika dayanmadan yenə də yaxın şərqə, Avropa istiqamətinə məhz 6 AVAX tipli təyyarə göndərir. Bu 6 AVAX təyyarəsi bilirsiniz, çox az ölkələrdə var. Bunlardan biri də Rusiyada da, xatırlayırsınızmı? Bir neçə dənə Rusiyada var A-50 təyyarəsi, hansı ki, göydə, səmada qalıb bütün radar sistemini həyata keçirdib, hücuma gələn təyyarələrin bütün koordinatları vermə gücünə malikdir ki, məhz Amerika 6 bu AVAX tipli təyyarədən Avropaya göndərir və Avropadan da yaxın şərq istiqamətinə uçur. Bu da onu göstərir ki, Amerika ciddi surətdə, nəyin bahasına olursa olsun, müharibəyə hazırlaşır. İranla kifayət qədər uzun müddətli görüşlər də onun fikrincə yenə də İrana zərbədir. Çünki İranın gəmiləri də artıq bu günlərdə görürsünüz, tez-tez tutulur. Bu AVAX təyyarələri 320 kilometr məsafədə və 600 uçan hədəfi yerində tutmaqla lazım olan orqanlara, lazım olan mərkəzlərə ötürməklə bütün səmanı nəzarətdə saxlaya bilir ki, bu da çox böyük strateji bir təyyarədir. Yəni, bütün bu danışıqlar prosesi ilə bərabər Amerikanın hazırlıqları qəti surətdə dayanmır və davam edir. Bu da onu göstərir ki, bizim verdiyimiz ehtimallar da onu göstərir ki, İrana zərbə vurulacağına əlbəttə ki, qaçılmazdır. Əgər bu dayanmırsa, bu təzyiq vasitəsidir. Təzyiq vasitəsi ilə bərabər Amerika həm də bildirir ki, biz ciddiyik bu məsələdə, həm də zərbə vurmaya hazırlaşır. Amma zərbə haçan vurulacaq? Əlbəttə ki, zərbə yalnız və yalnız Amerikanın tam hazır olduğu və İran tərəfindən əks zərbə vurulacağının qarşısı tamamilə aldığı müstəvidə ola bilər. Mən düşünürəm, Trump heç bir güzəştə getməyəcək və Trump imkan verməməlidir ki, hər hansı bir İran ona cavab atəşi aça bilsin. Və bildirdiyim kimi yenə də o məsələyə gələn ki, bugün İranın vurulması həm də Çinin vurulmasıdır. Ona görə də Trump və yaxud da Amerika bu planı o qədər güclü şəkildə həyata keçirməlidir ki, o bütün Amerika düşmənlərinə dərs olsun. Təşəkkür edirəm.